və hərbi kolleclərə qəbul olan kursantlara verilən imtiyazlar barədə biz danışaq və kimlər ki gizir olmaq istəyir bu imtiyazlarla təmin ediləcəklər. Deməli 500 manat məbləğində bir dəfəlik ödəmə, 100 manat məbləğində aylıq təqaüd, 200 manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım, 150 manat məbləğində hesabda yığılan ödəniş və hərbi kolleclərdə orta ixtisas pilləsinə qəbul olan şəxslərlə təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar. Hərbi kolleclərin məzunlarına hərbi ixtisasla yanaşı müvafiq mülki ixtisas üzrə subbakalavr peşə ixtisas dərəcəsi də verilir. Burada təhsil müddəti 2 ildir və bugünkü məlumata görə, yəni bu kolleci bitirənə ümumiyyətlə leytenant rütbəsi verilmir və oradan da hərbi instituta keçib yenidən təhsil alma imkanı yoxdur. Hərbi kolleclər sizin yolunuzu gözləyir. 11-ci sinfi bitirən şagirdlər buraxılış imtahanına əsasən sənədləri verə bilərlər və sənəd qəbulu eynilə may ayının 30-una qədərdir.